Madaqaskarda da gənclər dəyişikliyə nail oldular ciddi şəkildə. Ondan əvvəl biz Nepaldakı dəyişiklikləri müzakirə edirdik. Ondan daha əvvəl Bangladeşdə, Boliviyada dəyişikliklər baş vermişdi. Bir ildir ki, Serbiyada və Gürcüstanda xalqlar ayaq üstədir. Başqa avtoritar rejimlərdə də mübarizələr gedir və bizim elə gözümüzün qabağında, mən məsələn bir əsrlik dövrü götürsəm, o lap çox olar. Mən xatırlatmaq istəyirəm bizim hörmətli izləyicilərimizə ki, Azərbaycan Xalq Cumhuriyyəti qurulanda, yəni 1918-ci ildə, 107 il bundan öncə dünyada cəmi 25 demokratik dövlət vardı. İndi deməli 125-dən artıqdır. Əslində yarım demokratiyalarda saysaq 140-dan artıqdır. Deməli bir əsrdə hardasa 100 ölkə demokratiyaya qovuşub. Ona görə də yer gəlmişəm, bunu dərhal burada vurğulayaq ki, bu avtoritar rejimlərin təbliğatının təsiri altına düşmək lazım deyil. Bəşəriyyət üzü demokratiyaya doğru gedir. Kim nə qədər müqavimət göstərə bilir, həmin bu diktatorlar, avtoritar rejimlər, onlar müqavimət göstərirlər, o inkişafın qabağını almağa çalışırlar, o tarixin təkərindən sallanırlar, bir təhər onu biraz ləngitməyə çalışırlar. Amma geniş mənada dünya üzü demokratiyaya doğru gedir. Və son 30 ilə baxaq. Məsələn, SSR-in dağılmasından sonraki dövrə baxaq biz. Görün, ərəb dünyasındakı nə qədər diktaturalar devrildi. Bir sadalamayım da, hamısını bilirsiniz. Postsovet məkanında nə qədər avtoritar rejimlər devrildi. Asiyada, Afrikada, hardasa, belə deyək də, təqribi elə mən düşünəndə bir azı 30 ölkə yadıma gəlir ki, SSR-nin dağılmağından sonra bir 30 ölkədə demək, xalqların təzyiqi ilə o özü demokratiya keçənləri demirəm mən. Məsələn, Şərqi Avropa ölkələri, Polşadan, Çexiyadan tutmuş hamısı, Macaristan filan, onların hamısı o zamanki komünist elita, onların komünisti də düzəməlli komünist idi. Onlar könüllü şəkildə, dinc şəkildə keçdilər demokratiya. Amma azı bir 30 ölkə son 30 ildə xalqların təzyiqi altında, xalq hərəkatlarının baskısı altında bəzən belə deyək, inqilabi yolla, bəzən məxməri yolla axır ki, deməli, xalqın gücü ilə dəyişib, avtoritar rejimlər, diktaturalar tarixin arxivinə göndərilib. Baxın, təqribən aşağı-yuxarı 30 ildə 30-a qədər rejim dəyişikliyi baş verib. Nəyi vurgulamaq istəyirəm? Onların hamısına elə gəlirdi ki, onlar əbədi olacaqlar. Bax, onların hamısının planları var idi. Öz aləmlərində, o kral ailələrində olduğu kimi ardıcıllıq müəyyənləşdirmişlər. Mən olacağım, məndən sonra həyat yoldaşım olacaq, sonra oğlum olacaq, sonra qızım olar, sonra nəvəm olar. Plan qururdular. Amma nə oldu? O xalqlar özündə o gücü hiss edən kimi günün birində aşkarladılar ki, sən demə bunları bu uzun illər, 30 il, 40 il, 20 il əsarətdə saxlayan bu tək adam hakimiyyətləri əslində çox zəif imişlər. Onlar güclü deyilmişlər. Xalqlar öz gücünü bilmirmiş. Və xalqlar harada öz gücünü bildirsə heç fərq eləməz. Bu Serb xalqıdır, Misir xalqıdır, Tunis xalqıdır, Gürcü xalqıdır, Ukrayna xalqıdır, Myanmar əhalisidir, Nepal əhalisidir. Bütün xalqlara aiddir bu. Hansı xalq öz gücünü bildirsə, onlar dəyişikliyə nail oldular. Və başqa bir şey də çıxdı ortalığa. Adi zamanlarda, o zaman ki, xalqlar qoşulmur öz taleyi uğrunda mübarizəyə, o zaman o geopolitik faktorlar çox önəmli sayılır. Ay amandır, məsələn, adi qaydada kim düşünə bilər ki, demək, Çinin sərhəddində cəmi 2 ölkəsi ilə sərhəddi var, Nepalın biri Çindir və Maoçu komünist hakimiyyət var. Çin də bu saat indi yarım dünya olub, hətta İlham Əliyev də özünə dəstək üçün gedib Çinlə strateji tərəfdaşlıq imzalayıb. Yəni indi Çin doğrudan da hətta ABŞ-a problem yaradacaq qədər güclənib. Və normal, adi, abuvatel məntiqi ilə Çinin qulağının dibində Maoçu hökuməti devirmək real görünməzdir. Amma Nepallı gənclər bütün o əvvəlki o geopolitik düsturları qoydular qırağa, qalxdılar, devirdilər, özlərinin istədiyi adamı da seçdilər. Yaxud, məsələn, Bangladeşdə o Şeyx Hazinənin rəhbərlik elədiyi ailə hakimiyyəti, onun atası yer gəlmişən gerçək qəhrəmanı idi. Bangladeşin qurucusu idi. Və Bangladeşi dövlət kimi Pakistandan ayıranda onlar o sülalə Hindistanla çox belə ciddi bir əlaqə qurub. Hindistan da yarım dünyada, bu saat dünyanın bilirsiniz ki, ən çox əhalisi olan ölkəsidir. İqtisadiyyatı da çox yaxşı inkişaf edib
və deməli həmin o sülalə hakimiyyəti şürəyini söykəmişdi Hindistana. Bu tərəfdən Rusiya ilə yaxşı əlaqələri vardı. Rusiya gedib orada 2 atom elektrik stansiyası tikirdi. Və belə bir vaxtda məhz gənclər, tələbələr qalxdılar ayağa. Şeyx Xəzinə də özünün güya o dəmir yumruğunu işə saldı. Vur komandası verdi. 400 nəfərə qədər adam öldürdülər. İnsanlar qanına qəltan elədilər. Yəni heç bir zəiflik filanlıq göstərmədilər. Amma millət, o gözü dönmüş millət, bütün o Şeyx Xəzinənin nazirlərini də hakimiyyət komandasında süpürdü atdı. Qaçan qaçdı, qala bilənlər cəzalarını aldılar və yenə də xalqın içindən insanların özünü seçdiyi keçid bir hökuməti yarandı. Nələri vurgulamaq istəyirəm? Deməli, birincisi, həmin o avtoritar rejimlər, aralarında lap bəziləri birbaşa ilə diktaturalardı. Onların heç biri devrilənə qədər düşünmürlər ki, onlara güc çatar. Bax, bunların hamısının ümumi oxşar cəhətidir. Bunlar son ana qədər elə bilirlər ki, onlar mükəmməldirlər. Digər devrilənlər, hakimiyyətini itirənlər, onların hansısa səhvi olub. Bir çoxları fikirləşir ki, onlar kifayət qədər qətiyyətli olmayıblar. Bir çoxları düşünür ki, onlar hansısa deməli məsələlərdə tədbirli olmayıblar. Bu yerdə qalanlar o səhvləri eləməyəcəklər. Deməli, hamısına, bütün bu devrilmiş avtoritar rejimlərin hamısına xasdır ki, onlar nə özlərindən əvvəl o xalqın təzyiqi ilə devrilən, dəyişdirilən, o gözü çıxan qardaşlarından nəticə çıxarmırlar, həm də elə bilirlər ki, onlara aid deyil bu qanuna uyğunluq. Yox, bu bilirsən, bu Hüsnü Mübarəkin səhvidir, mən o səhvi eləmirəm. O vaxtında qırmadı adamları. Bu Benəlinin qətiyyətsizliyidir, düşdü yoldaşının təsiri altına çıxdı, getdi, cəmi orada bir 100-ə qədər adam öldürdü, bir 300 öldürsəydi qorxacaqdılar. Yəni belə özlərinə təsəlli verirlər. Amma Şeyx Xəzinə 400-ünü öldürdü, xeyri olmadı. Deməli, ümumiyyətlə, elə ölkələr var ki, orada minlərlə hətta adamlar öldürülür, amma bu da xilas eləmir. Ona görə də, əziz həmvətənlər, deməli, birinci məsələ budur ki, bu indiki Azərbaycandakı avtoritar rejimin tək xəstəliyi deyil. Bu bütövlükdə avtoritar rejimlərə, tək adam hakimiyyətlərinə xas olan düşüncə tərzidir ki, həmişə onlara elə gəlir ki, indiyə qədər başqalarının başına gələnlərin hamısı ona aid deyil. Yox, bura nə Bangladeş deyil, bura nə Tunis deyil, bura nə Serbiya deyil, bura nə Ukrayna deyil. Hamısına səbəb tapırlar. Burası nə Nepal deyil. Burada bu məsələlər başqadır, bura fərqlidir. Taxşı biz fərqliyik. Onlar elə deyil, onlar o şeyi bilmirdi, biz bilirik. Həmişə özlərinə təsəlli verirlər.